Herkese salam dostlar, sabahınız xeyir olsun. Saat 09:05 taksini açıram. Bu gün sizlərlə həm günlük vlog, həm də ki taksi vlogu olacaq. Çünki biraz işlərim var. Həm onları eləməliyəm, həm də ki taksivatlıq eləyəcəyəm. Hava da ki hələ ki -27. Keçən videoda yorum yazan, abunə olan, like qoyan hər kəsə çox-çox təşəkkürümü bildirirəm. Bugün ayın 13'ü videonu çəkirəm. İndi görək, hatta YouTube'a yükləyə biləcəyəm. Axırıncı videonu bəlkə 4 gün yükləyəmədim YouTube'a, ondan sonra yüklədim. Hal-hazırda bir 50 dəqiqə taksidə olacağım. Ondan sonra biraz işlərim var. Eləyə bilsəm onları sizə də göstərəcəyəm. YouTube'a da qoyacağım. Eləyəməsəm sadəcə izah eləyərəm. Hələlik bu qədər. Bəli dostlar, ilk sifarişimi tamamladım. 3 dəqiqə 53 saniyə 185 rubl. Onu da sizə deyim, yəqin ki video başlığından gördüyünüz kimi bir həftə bundan əvvəl avto qəzaya düşdüm. Necə avto qəzaya düşdüm? Belə deyim, yoldan çıxdım, uçdum. Onu da ki özüm bilə-bilə elədim. Axşam idi, saat dəqiq yadımda dönməsə, bu saat 9-10 olardı. Yolda gəlirəm, elə bir trasdır, trasda da bir dənə balaca belə pavorot var. O pavorotu dönməyimlə bir də gördüm, qabağımda üzbəüz 2 dənə maşın. Biri öz yolunda, biri mənim yolumda. Orada 2 dənə variantım var idi. Ya ikisindən birinin altına girəcəkdim, Granta ilə elə xəşil olacaqdım, heç belə çıxmasın, adamın meydin o maşından çıxarda bilməzlər. Çünki böyük maşınlar idi, furaydılar. Ya da ki özümü atmalıydım yoldan qırağa kanala. Mən də dedim, onlardan birinin altına girməkdənsə ən yaxşısı götürüm özümü atım kanala. Elə o tormuz verdim, gördüm, yox, yol sürüşkəndir, nə olar saxlaya biləcək, nə mən. Gəldiyim sürətlə özümü attım kanala. Maşının qabaq bamperi. Bir dənə şey də bəxtim gətirdi ki, qar təzə yağmışdı, qar yumuşaq idi. Elə özümü attım kanala, bir 2-3 metr girdim, maşın dayandı. Böyür üstə dayandı. Mən dedim aşacaq. Aşsaydı eşeğim ölmüşdü. Özbüz arenda maşın. Bir də aşsa 1000 manatlıq şey 2000 manata mənim başa gələrdi. Şey olacaq, sonra maşını balaca maşınlarla hərləşdirib çıxartmadılar. Balaca maşınların gücü çatmadı ciplərin. Ondan sonra zəng vurdum evakuatora. Evakuator gəldi. Evakuator da güc bala ilə çıxartdı. Şükür Allah, maşının heç bir yerinə heç nə olmadı. Bir dənə qabaq bumpersində. İndi onu aşağı düşəndə göstərərəm sizə. O şum arendatora da zəng vurdum. Dedim ki belə məsələ var və belə bir vəziyyət yarandı. Maşını əzmişəm. Dedi, əsas odur sənin özü heç nə olmayıb, canı sağ olsun. Valla Azərbaycanlı da oğlan, mən belə gözləmirdim. Deyirdim, ən azından ştrafsat nəysə yazarlar maşını əzdiyimə görə. Sağ olsun dedi, canı sağ olsun, heç nə olmaz. İndi bumperi zakaz vermişəm, o şey sabah gəlməlidir. Bir deyəsən qəza 10 gün qabaqsa da olub, sabah gəlməlidir. İndi onu da ki sabah düzəltdirəcəm, əgər sabah gəlsə, ya sabah ya bir gün. Onların da hamısını bir videoya çəkib sizə göstərəcəyəm. Dostlar, növbəti sifarişimi tamamladım. 2 dənə adres, rovno 10 dəqiqə, 244 rubl. İndi gedirəm növbəti sifarişə 2.2 kilometr. Bunu da tamamlayıb promo gedəcəyəm oraya ustaya. Dostlar, 3-cü sifarişimi də bitirdim. 194 rubl. Hələlik taksini burada bağlayırıq. Gedirik maşın işlərini həll eləməyə. Bu maşınlara aid videoda videolar hələ çəkəcəyəm. Bir dənə də ayrı maşınlara aid video olacaq. Çünki hal-hazırda səhv eləmirəmsə əlimizdə 3 dənə maşın olmalıdır. Arenda maşından bir yerdə 4 dənə. Bəli dostlar, gəldim bura. Bu maşın burada yatıb. İndi bunu əllə bacardığım qədər qarın təmizləyəcəyəm. Qalanını da buksur eləyib aparacağım moykaya. Moykada təmizləyəcəyik. Ondan sonra ucu salacağıq qaraja. İndi mən bir dənə geyindim, zad eləyəm, hazırlaşım. Düşüm yavaştan onu təmizləyim.
Bacardığım qədər. Qalanını da uca moykada əllə eləyərik. Nə gündə deyə bu. Bir ay yarımdır burada yatıb. Bəli dostlar, 10:30 çıxdım işə. İlk sifarişimi götürdüm. İlk sifarişi, 4-cü sifarişi götürdüm. O Kia'nın işini əllə eləyəmədik. Hava soyuqdur deyə bütün moykalarda sular donub. Ona görə indi yəqin ki bu gün həftənin 5-ci gündür. Bazar günü hava isti olmalıdır. İsti deyəndə 15-16 dərəcə olmalıdır minus. İndi görək moykalara açan atılsa, onda gedəcək maşını yuyacaq, sonra salacaq garaja. Ayın 20-sinə kimi də ki hazır olmalıdır. Bu maşının bamperi gəlib. O maşını çıxardıb bunu salacağam. Həmin vaxtı gedəcəm 015 var. Ona həll eləməyə, ona həll eləyə bilsəm özüm eləyəcəm, eləyənməsəm gətirəcəm onu da bu qüsurla bura ustaya. O maşın çıxandan sonra da bir dənə Mazda 6 var, gedəcək onun işini həll eləməyə. Növbəti sifarişimi də tamamladım. 3 dəqiqə çəkdi, 169 rubl. İndi qayıdıram Polşada. 4-cü sifarişimizi də belə bitirdik. Növbəti sifarişi də tamamladım. 2 dənə adres idi. 277 rubl. Təxmini bir 17-18 dəqiqəyə. Orada gözləməklə bir yerdə 277 rubl. Belə sifariş sərf eləyir? Yox. 2 adresli sifarişlər sərf eləmişim. Dostlar, saat 11 üçün getmişdim evə. Saat 12'ye işləyir. 1'e işləyir. 2 dəqiqə təxmini bir saat abed elədim. İndi çıxmışam işə. 5 dənə zayıf eləmişəm hələ ki. 918 rubl. İndi yenidən çıxdım sətə. Axşama qədər işləyəcəm. İnşallah. Bəli dostlar, 6-cı sifarişimi də tamamladım. Təxmini bir 4 dəqiqə çəkdi. İndi gedirəm 7-ci sifarişə. Metallurq 39 2.1 kilometr. Bu sifarişimiz də ofşa summa 197 rubl. Oradan da əlbəttə ki komissiyalar çıxılacaq. Bəli dostlar, növbəti sifarişimi də tamamladım. 11 dəqiqə 442 rubl. Bayırımızdakı Voyenni şəhərində gətirdim. Bura Voyenni şəhərdir. İndi tam göstərmək istəmirəm. İndi də qayıdıram öz şəhərimizə. Bu qardaşı da gətirdim bura. Sifariş 5 dəqiqə çəkdi. 312 rubl. Nəyə görə 312 rubl 5 dəqiqə məsafə? Çünki mən uzaqdaydım. Mənə bu zakazı verdi. Ona görə 5 dəqiqəlik məsafə oldu. 312 rubl. Bu qiymətə bu qədər yol çox süperdən də süperdir. Dostlar, deməli 9-cu sifarişimi də bitirdim. 128 rubl nədir? 183 rubl olmalıdır normalda. Bilmirəm nəyəsə görə 128 rubl yazıb orada. 2 dənə sifariş verdi. Bir dənə aeroport Apatit 90 km buradan. Bir dənə də ki bilmədim hara verdi. Onları götürmədim. Ora getmək sərf eləmir. 90 km yol 3000 rubldur. 90 km get, 90 km qayıt. Oradan 3000 rubldan 700 komissiya ver. 1000 rubl benzinə getsin. Sərf eləmir. Ona görə onları götürmədim. İndi gözləyirəm Murmanska yer versələr götürəcəm. Dostlar, 10-cu sifarişi də tamamladım. 2 dəqiqə bağlaya bilsəm 156 rubl. Davam edirik. Saat da ki 13:08. Bəli dostlar, növbəti sifarişimi də bitirdim. Bu sifarişdən də 178 rubl qaldı. İndi gedirəm Lelna 14 birinci patyez, oradan Alengorskiyə. Alengorski təxmini 35 kilometr yol. Sifarişin qiyməti də yəqin ki 1200 rubl pul olacaq. İndi bir dəqiqə maşını saxlayıram, bir bu şüşəni qaldırıram. Bu şüşəni əllərdə düzəltdirməmişəm, düşür. Keçən dəfə getdim arendatorun yanına, düzəltdirəmədi. İndi mən gələ özüm düzəltdirəm. Bunu qaldırıb gedirəm ora. Dostlar, 35 dəqiqə sifariş oldu. 38 kilometr yol, 1318 rubl. Bez komissiya pul elədi. İndi də obratla 38 kilometr qayıdıram arxaya. Növbəti sifarişimizi tamamladıq. Bunu gətirdim. 6 dəqiqə 30 saniyə 547 rubl. Superdən də super. Çünki mənim şəhərə satmayım 15 kilometr qalmışdı. Bu sifarişi verdilər. Plus 3 rubl bonus oldu. Bu gün artıq ikinci sifarişimdir ki belə bonusla. Biri 130 idi, bu da 300. Başda 430 rubl əlavə pul ödədilər müştərilər.
Bəli dostlar, 14-cü sifarişimi də tamamladım. 6 dəqiqə 47 saniyə 205 rubl. İndi hal-hazırda ödüşlərim var. Bu Grantanın bamperi gəlib. Gedirəm onu götürürəm. Oradan gedirəm ustanın yanına, qoyuram onu. Ondan sonra yəqin ki, ustanın da yanına geçsəm, ən tez mən 1 saata çıxacağam oradan. Elə söhbət zadı ora-bura. Ona görə indi başda 1 saat yarımlıq fasilə verirəm. Ondan sonra yenə çıxıram, benzin qutarına qədər davam eləyəcəm. Bəli dostlar, növbəti sifarişimi də bitirdim. 5 dəqiqə 186 rubl. Demişdim 1 saatlıq çıxıram. Saat ucu 2 saat oldu, 17 dəqiqə. Bilmədim nə qədər eşitdiniz, nə qədər yox. 1 saatlıq çıxmışdım. Saat ucu 17:40-dır. Hələ ki işləmişəm 3956 rubl. İndi biraz işləyib gedəcəm zapravkaya. Ondan sonra hələ yəqin ki bir 13 dənə, 12 dənə də zakaz işləyərəm ki, 1000 neçə olmasa 1000 rubl bonusu götürüm oradan. Bəli dostlar, növbəti sifarişim 6 dəqiqə 50 saniyə 193 rubl. Normalda heç kimə belə vermirəm. Burası bu qaqaş çox belə mədəni oğlan idi. Ona görə 5 ulduzu qoydum, getdi. İndi davam eləyirik. Elə bir normalda 16 dənə zayıfqa eləmişəm. Amma burada 14 dənə görsədir. Çünki o 2 dənəsini sizə demişdim, burada yol yoxdur. 2 dənəsini sizə demişdim, o yolda olanda, trasda olanda mənə vermişdi. Trasda olanda da burada bonusa yazılmır. Bonusa yazılmadığına görə indi məndə qalıb eləməliyəm bu gün 11 dənə zayıfqa ilə eləməliyəm. Oxşun belə. Hə, onu da deyim, əsl taksi videosu səhərdən axşama qədər dayanmadan işləyəcəyim video. Həftənin 1-ci günü çəkəcəyəm o videonu. Yəqin ki, 2-ci gündə ucu yayında olacaq. İndi bu videolar deyirəm taksi vloqlarda tam elə alınmır, amma əsl taksi videosu həftənin 1-ci günü çəkəcəyim. Bəli dostlar, növbəti sifarişimi bitirdim. 209 rubl bu. 342 metrdə gedirəm digər sifarişi götürməyə. Səhv eləmirəmsə, bu mənim sonuncu sifarişim olacaq. İndi dostum zəng vurmuşdu ki, o Mazdaya bir dənə baxmaq lazımdır. Bilmirəm, o nə məsələdir. İndi gedəcəm, onu götürüb, oradan gedib Mazdaya baxacağım. O prosa yarım saat etdi. İndi görək, ola bilsin ki, əgər o Mazdanın işi çox olsa, bu günlük taksi videosunu yekunlaşdırım. 1-ci gün uca təzə yeni video çəkərəm. Bu gün 5-ci gündür. Bəli dostlar, növbəti sifarişim də 1 dəqiqə yarım çəkdi, 160 rubl. Yaxın məsafə idi, başda 1 kilometr zat belə bir şey idi. Onu da bitirdim. İndi hələ ki boş. Bəli dostlar, növbəti sifarişimi də tamamladım. 177 rubl. Daha o maşın üçün gedəsi olmadan dedim, onun hamısını gələn həftənin 4-cü gününə salaq ki, mən hər gün avara olmayayım. Ona görə hələ işləyəcəyim. İndi gedirəm növbəti sifarişə. Straytelnaya 7-2 kilometr buradan yol görsədir. Gedirəm o sifarişi götürməyə. Bəli dostlar, növbəti sifarişimi də tamamladım. 216 rubl da bu sifarişim oldu. Ümumiyyətlə qaldı məndə 7 ədəd sifariş. İndi bir 10 dəqiqəlik işim var. Gedirəm zapravkaya benzin vuracam. Ondan sonra təzədən çıxacam işə. Bəli dostlar, növbəti sifarişimi də tamamladım. 7 dəqiqə çəkdi. Bu sifarişimdə 208 rubl oldu komissiya ilə bir yerdə. Komissiyanın çıxında da yəqin ki 180 zat qalacaq. İndi yenə davam edirəm. 6 dənə sifarişim qalıb. O sifarişləri də yekunlaşdırıb yəqin ki bitirərəm bu günlük. O burada da 60 saniyə qırmızıdır. Dostlar, bu zakazımız da 7 dəqiqə oldu, 220 rubl. Hal-hazırda sistemi bağlamışam. Bir 15 dəqiqəlik, 20 dəqiqəlik işim var. Ondan sonra yenidən çıxacağım işə. 5 dənə zakazım qalıb. Onları da eləyib yekunlaşdıracağım. Bəli dostlar, son sifarişimi də tamamladım. 185 rubl. Ümumi bu gün 25 dənə zayıfqa elədim. 6127 də elədim. 25 dənəsi prosto bonusa sayıldı. 6177 rubl. Mənim qazandığım pul 1050 rubl bonus. Təxmini bir 7200 yək. 7200 o. Mən bu günlük rasxodum 1900 maşın deyək, 1700 arenda 200 strafovkaya verdim bu gün əlavə olaraq. 1500-də təxmini benzinim getdi. 3200. Bugünkü mənim qazancım 4000 rubl. 4000 rubl da bizim pulla eləyir 80 manat.
Və dostlar, bugünkü video belə alındı. Əgər videomu bəyəndiyseniz like atıb, yorum yazıb, kanala abunə olaraq mənə dəstək olsanız çox şad olaram. Gələn videolarda görüşmək üzrə. Hələlik özünüzə yaxşı baxın.